Değerli müşterilerimiz, hörmətli xanımlar və cənablar. Bugün sizləri sözün həqiqi mənasında əla, gözəl bir təkliflə Balaxanı qəsəbəsinin tam mərkəzindən, Balaxanı kəndinin abadlığın ərazisindən salamlayırıq. 2 mərtəbədən ibarət, 3 ailənin rahat yaşaya biləcəyi, 4 sot yarım torpaq sahəsinin üzərində inşa olunmuş 8 otaqlı həyət evini çəkib sizlərə təqdim edirik. Geniş həyətyanı sahəmizdə evin ön hissəsində yerləşən həyətyanı sahəmiz səliqəli, səhmanlı, tam təmirli, zövqlü, şəxsi tikili, bahalı materiallardan istifadə olunub. Həqiqətən də bahalı materiallardan istifadə olunub, zövqlə təmir olunub. Balaxanı kəndinin abadlığın ərazisində tam mərkəzdə yerləşir. Okulov restoranının cəmi 100 metr məsafəsində. Birinci mərtəbəni təqdim edirik sizlərə. Birinci mərtəbənin girişini ayırmaq olar. Xolumuz oturma otağı kimi nəzərdə tutulub. Ev kombi sistemi ilə təmin olunub. Göründüyü kimi bahalı materiallardan istifadə olunub. Laminat, divar kağızları. Şəxsi təmirdir. Təcili satılır. Birinci mərtəbədə yerləşən bir yataq otağı, mətbəx, birinci mərtəbənin sanitar qovşağının və hamam otağının yüngül kosmetik təmiri ehtiyacı var. Birinci mərtəbə 3 otaqdan ibarətdir. Keçid edək ikinci mərtəbəyə. İkinci mərtəbənin eyvanı, pilləkənin üst tərəfində yerləşən eyvanımız, ikinci mərtəbədən həyətyanı sahənin görünüşü, evin təmirinə, keyfiyyətinə söz ola bilməz, yerləşmə yerinə söz ola bilməz. İkinci mərtəbənin xolu, qonaq otağı, 8 otaq kimi də istifadə etmək olar, 6 otaq kimi də istifadə etmək olar. Bu hissəni dəhliz kimi istifadə etmək olar. İkinci mərtəbədə yerləşən geniş ölçüdə təmirli, səliqəli, səhmanlı, zövqlü sanitar qovşağı və hamam otağı. Bahalı qapılardan istifadə olunub. Ümumiyyətcə evdə keyfiyyətsiz heç nədən istifadə olunmayıb. İkinci mərtəbədə yerləşən geniş ölçüdə yataq otağımız. Keçid edək ikinci yataq otağına. Bu isə ikinci mərtəbədə yerləşən ikinci yataq otağımız. Ev kombi sistemi ilə təmin olunub, tam mərkəzdə yerləşir, abadlığın ərazisində. Geniş küçələr var, hündür ərazidir. Yerləşmə yerinə həqiqətən də söz ola bilməz. Evin keyfiyyətinə, təmirinə, şəxsi tikilidir, şəxsi təmirdir. Bahalı materiallardan istifadə olunub. Geniş ölçüdə qonaq otağımız. Keçid edək evin ayrıca sayğaclarla təmin olunmuş, kodla təmin olunmuş 2 otaqlısına. Bu isə evin arxa hissəsində yerləşən həyətyanı sahəmizdir. Birinci mərtəbənin girişini bu hissədən vermək olar və yaxud da əlavə 2 otaqlı həyət evi tikmək olar arxa hissədə. Keçirik arxa hissənin təqdimatına. Evin arxa həyətyanı sahəsidir. Hal-hazırda bağ kimi istifadə olunur. Söhbətgah salmaq olar, bisetka salmaq olar bu hissədə. Evin 6 kommunalı var. Hər ikisinin ayrı-ayrılıqda təchiz olunub kodu ilə birlikdə. Keçid edək ayrıca kirayə üçün nəzərdə tutulmuş, təmirli, əşyalı 2 otağın təqdimatına. Birinci mərtəbə ümumi isti döşəmə ilə təmin olunub. Ayrıca kombi xətti var, sayğacları ayrıdır, kodlar ayrıdır. Yeni çəkilmiş, yeni qoşulmuş kombimiz. Birinci mərtəbədə studio mətbəx, oturma otağı və mətbəx birlikdə. Evdə nə görürsünüz qiymətə daxildir.
Tam mərkəzdə yerləşir, kommunallar qaydasında 6 kommunalı var. Hər evin ayrı-ayrılıqda kommunalı var. Sənəd isə bələdiyyədir. 4 sot yarımın üzərində inşa olunub. 8 otaqdan ibarətdir. Tam əşyalı, gördüyünüz əşyalar qiymətə daxildir. Qiymət 165 min manatdır. Az miqdarda endirim nəzərdə tutulub.